şəkildə təhvil verilir. Təbii ki, bu saat, bu vaxt da müştəridən asılıdır dediyim kimi. Aydındır. Həmişə gözəl işləri imza atarsınız. Küşvər Çox Xanquliyeva sağ olun. bizlə birlikdədir. Təmiz Az şirkətinin direktoru. Birazdan yenidən söhbətimiz davam edəcək. Sponsor məlumatı. Estet İnjinerikdən danışaq, yüksək texnologiyalı avadanlıqların satışı, servisi və layihələndirilməsindən tutmuş açar təslimə qədər xidmətlər göstərən şirkət rəsmi nümayəndəsi olduğu Landerak şirkəti Azərbaycanda və dünyada Landerak kabinetlərini, məlumat mərkəzi və sənaye obyektlərinin avadanlıqların təhlükəsiz, səmərəli, nizamlı idarəsini təmin edir. 012 497 17 16 və 051 205 45 45 əlaqə nömrələridir. Məlhəm Beynəlxalq Hospitalı 0-18 yaş uşaqlar üçün hətta 7-24 təcili tibbi yardım xidmətini göstərir. Yüksək qızdırması, nəfəs darlığı, qıc olma olsun, şiddətli öskürək və s. qusma allergi olsun, mütləq vaxt itirməyin. Məlhəm Beynəlxalq Hospitalına həm övladlarımız, həm də özümüz müraciət edək. 051 201 71 01 qısa nömrə 803 və digər nömrəsi 099 800 08 03-dür. Enad və Reklam Agentliyindən danışırıq. Sərgilərimizdə fərqlənmək istəyiriksə, vaxt itirməyək. Enad və Reklam şirkəti dizayn baxımından, siniflərin həmçinin quraşdırılması baxımından sizə xidmətlər təklif edir. Çox böyük təcrübəyə sahib olan şirkətlərdən biridir. 055 515 75 15 onların əlaqə nömrəsidir. Al qrupdan bəhs edək. Döşəməmizdə həm möhkəmlik, həm də rahatlıq axtarırıqdırsa, suya davamlı sürüşməyən uzun ömürlü quruluşlu hidrojen linoleum axtarırıqsa, ev üçün, kommersiya obyektləri üçün mütləq Al qrupa müraciət edək. 050 278 00 14. Proftez IPM-dən danışaq. Ev, bağ, iş məkanlarımızda gigiyenik baxımdan təhlükəsiz və sağlam mühit istəyiriksə, sponsorumuz olan Proftez IPM-ilə danışaq. Elvin müəllim başda olmaqla 15 ilə yaxın peşəkar komanda ilə birlikdə bir çox işləri 7-24 imza atan şirkət 050 520 0401 nömrəsi ilə əlaqə saxlasa, sizə maksimum dəstək olmağa çalışacaq. İşin rəhbəri peşəkar olandan sonra güvənmək olar, uğurlar. Bəli, işin adam efirdədir. Mən Kamran Yardımquliyeva hər kəsi salamlayıram, xoş gördük. Hal-hazırda Təmiz Az şirkətinin direktoru Küşvər Xanquliyeva bizlə birlikdədir. Bir daha sağ olun. Xoş gördük də, sağ olun. Ümid edirəm ki, yaxşıyıq və ümid edirəm ki, bizi hətta inanıram bu saatda da, bu dəqiqədə də dinləyənlər var. Onları nəzərə alırıq. Bir daha şirkət haqqında məlumat xahiş edirəm. Təbii ki, bugün Təmiz Az şirkəti 2022-ci ildən fəaliyyət göstərir. Öz peşəkar komandası ilə bir neçə xidmət növümüz var bizim hal-hazırda. Ev təmizliyi, ofis təmizliyi və ofislərə xadimə xidməti. Hər halda ətrafınızda olan xanımlar sizə işlə bağlı müraciət edəndə dilənə var, eləyə bilərəm. Düzdür? Təbii ki. Çox rahatdır, yoxsa çətindir sizin işdə işləmək? Yəni özünün tələbləri yoxsa? Çətin və detaylıdır. Demək olar. Hər detayına, hər nöqtəsinə, hər məhsuluna, hər avadanlığına xüsusi nəzarət və diqqət lazımdır. Bəli. Bunu gərək düzgün şəkildə icra edəsən. Təbii ki. İlk öncə işə götürdüyümüz xanımlar təlimlərdən keçməlidirlər. Təlimdən sonra biz onları işə göndərə bilirik. Ən çətini nədir? Məsələn, yumşaq mebellərin təmizlənməsimi və ya xüsusi ləkələr olur, getmir, onların təmizlənməsi. Varmı elə bir ləkə getmir? Əslində bir təmizlik şirkəti üçün ləkə problem olmamalıdır. Sadəcə bu ləkənin çıxarılma vaxtı var ki, bu daha tezlikdədirmi, yoxsa biraz gecikmə ilə çıxarılır. Bunun üçün xüsusi avadanlıqlarımız var, kimyəvi vasitələrdən istifadə edirik. Premium məhsullarımız var ki, bunlar kimyəvi məhsullar var ki, bunların vasitəsilə dərin və çıxmayan ləkələrin öhdəsindən gəlinir. Sadəcə dediyim kimi zaman faktoru var ki, bu aparatlar vasitəsilə çıxarılmalıdır. Biraz zaman lazımdır. Təbii ki, amma ev təmizliyində ən çətin təmizlik təmir sonrası təmizlik adlanır. Bəli, təmir sonrası təmizlikdə belədir. 2-3 qat gedir, həm vaxt baxımından, çünki təmirdən sonra təmirdə istifadə olunan ləvazimatlar, məhsullar evdəki əşyalara sıçraya bilir və yaxud da evdəki zəminə ziyan verə bilir, divarlara ziyan verə bilir. Bunun üçün də bizim seçdiyimiz avadanlıqlar da elə avadanlıqlar seçilib ki, bu avadanlıqlar ziyan vermədən təmizləsinlər. Bir insanın evini təmir edəndən sonra ən sonuncu mərhələ sizsiniz də. Təbii ki, bəli. Hər şey gəlir, sonra təmizlik işləri başlayır. Mən bəy xatırlatmışdım 099 1925 nömrəsinə suallar gəlir. Sevda xanım yazıb ki, necə əlaqə saxlaya bilərik?
Saat neçədə iş başlanılır? Bizdə Saat neçədən narahat eləsinlər sizi? istənilən bir saatda narahat edə bilərlər. İstənilən bir saatda bəli, bizim Instagram adresimizə, telefon nömrə 850 800 0088 nömrəsinə müraciət edə bilərlər, cavablandırılacaq. Ümumiyyətlə ölkədə təmizlik şirkətlərinə tələbatı necə düşünürsüz? Necə qiymətləndirirsiniz? Belə deyim sizə, müasir zamanda indi hal-hazırda təmizlik şirkətinə tələbatlar getdikcə artır. Çünki insanlarımız daha çox ratlığa önəm verirlər və işi peşəkarlara buraxırlar. İki variant ola bilər də məncə. Ya sənin vaxtın yoxdur, işləyirsən. Və yaxud sən yetəri qədər ürəyin istədiyin kimi təmizləyə bilmirsən, istəyirsən peşəkarlar eləsin. Təbii ki, peşəkarlara buraxmaq onlar üçün daha rahat olur. Məsuliyyət həm də peşəkarlarda onun bir məsuliyyət var. Bir də otellərə də xidmət göstərirsiniz. Təbii ki, belə otel, restoran. Otellərdə necə olmalıdır? Ayda bir dəfəmi, nə bilim, həftədə bir dəfəmi? O bizlə çalışan otellərdən asılıdır. Yəni onların istəyi üzərinə təmizlik edilir. Təbii ki, mütəmadi olmalıdır. Mütəmadi oteldə çünki bilirsiniz, orada sağlamlığa daha çox önəm verilməlidir. Sağlam mühit. Şirkət olaraq sizin üçün müştəri məmnuniyyəti nədir? Müştəri məmnuniyyəti bizim prinsipimizin əsasıdır. Yəni bizim işimiz müştəri məmnuniyyəti ilə başlayır, müştəri məmnuniyyəti ilə də bitir. Çünki ən əsası odur ki, sistemli, davamlı, keyfiyyətli iş görməliyik və biz çalışırıq ki, müştərilərimizin istədiyindən daha artıq nəticə və gözəl nəticə verək ki, bu da davamlı olsun. Təmizliklə bağlı bir tələblər var, aydındır. Bəs xadimə xidməti üçün hansı təlim keçirilir? Bax, xadimə nələr bilməlidir? Bilirsiniz, xadimə xidmətində davranış qaydaları belə çox önəmlidir. Çünki tələb olunan şirkətlərdə, ofislərdə xadimələr getdikləri şirkəti ilk öncə onlara tanıdırıq. Şirkətdə lazım olan vasitələri belə deyim sizə, sanitar qovşaqların dezinfeksiyalarına kimi olunur, təmizlənir. Çünki biz həmin şirkətlərdə sağlam mühiti aşılamalıyıq ki, heç bir problem yaranmasın. Bu da mütəmadi nəzarətlə və keyfiyyətlə əmələ gəlir. Əla, həmişə işimiz keyfiyyətli olsun. Çox sağ olun. Əziz dostlar, mən Kamran Yaradanquliyevəm. Mikrofon önündə həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsini sizə təqdim edirəm. Bugün qonağımız Küşvər xanımdır, Təmizat şirkətinin direktoru olaraq bizdən həmsöhbətdir. Sponsor məlumatı. Senna şirkətinin danışaq, lift, eskalator, travilator, avtopark sistemləri, platform mühafizə qapıları, təchizi, quraşdırılması və texniki servisi ilə məşğul olan şirkət məkanınızda təhlükəsiz uzun ömürlü eskalator və lift təqdim edir sizə. Səssiz və etibarlı həllər təklif olunur. 050 444 70 70 onların əlaqə nömrəsidir. En advertdən danışaq, sərgilərdə və yaxud çap reklamlarında məkan daxili çöl üçün sizə A'dan Z 7-24 ilin 365 günü xidmət göstərə bilərlər. Namiq mənim başda olmaqla bütün komandaya uğurlar. 055 515 75 15 onların əlaqə nömrəsidir. Qüsursuz neft psixologiya mərkəzindən danışaq, dəyərli Esmira xan başda olmaqla bütün komanda 7-24 çalışır. Həm uşaqlar üçün, böyüklər üçün peşəkar logopedik psixoloji dəstək vermək, ümumi respublika üzrə bir anda dayanmırlar və onların həm də ki nəticəsi olan həmçinin elmi həllər əsasında yanaşması var. 055 485 75 25 onların əlaqə nömrəsidir. Minnətdarlıq dəstəklərinə görə. Zira Olives'dən danışaq, təbii və keyfiyyətli zeytun məhsullarının istehsalı ilə məşğul olan Zira Olives, zeytun yağları, zeytun turşuları, qara və yaşıl zeytun əzmələri, içilikli yaşıl zeytunlar və s. hər birini siz onların showroomlarından və hətta xaricdən əldə edə bilərsiniz. 050 339 13 93 və 012 404 25 40 əlaqə nömrələridir. Piramida reklamdan danışmaq istəyirəm, hörmətli dostlar. Reklamlarda LED ekranlar mesajınızı statik qalmayıb da daha dəqiq çatdırmağa kömək edir. Bütün şirkətlər bundan yararlansın məncə. Həm məkan daxili, həm də ki çöl LED reklamları vasitəsilə siz öz brendinizi, markanızı daha da populyar edə bilərsiniz. 050 242 01 61 əlaqə nömrələridir. Əbülfəz müəllim başda olmaqla bütün komandaya uğurlar arzu edirik. Onlar həm də sərgilərdə möhtəşəmdilər.
İşin adamı bugün Küşvər xanım Quliyevadır, Təmiz Al şirkətinin rəhbəri və aparıcı qismində işin adamı mən Kamran Yaradan Quliyev. Bir daha yeni qoşulanları salamlayıram. Şirkət haqqında danışırıq. 099 1925 nömrələrinə gələn suallar var. Mehriban xanım yazıb ki, qiyməti nəyə əsasən müəyyən edirsiniz? Hansı xidmətlər alanda indiriminiz olur? Təbii ki, xidməti yenə dediyim kimi, əgər ev təmizliyi nəzərdə tutulursa, evin sahəsinə, kvadratına görə nəzərə alınır və müştərinin istəyinə uyğun olaraq təbii ki, endirimlər edirik. Bu yumşaq möbellərin yuyulmasında ola bilər, pəncərə və yaxud da çılçıraqların təmizlənməsi ola bilər. Müştərilə danışıq zamanı bu endirim tətbiq olunur. Bir də davamlı xidmət soruşurlar, alanda daha münasib başa gəlir, yoxsa bir dəfəlik xidmətdir? Yenə də bu müştəri istəyinə asılıdır, amma davamlı xidmət daha təbii ki. İndi ölkədə mən bilən elə ilk sizin şirkətdir, xadimə xidməti təqdim edir. Bəli. Mən ilk dəfə eşidirdim, elə desən doğrudan da ilkdir. Bu xidmətdən yararlanmaq istəyənlər məsələn, bunun təxmini paketləri varmı? Hər halda var. Necədir, neçəyədir? Bəli, dediyim kimi bu xidmətin bu saatlıq var ki, bu xadimə xidməti, aylıq var, günlük var xadimə xidməti olaraq şirkətlər bizdən istəyə bilərlər. İlk öncə biz həmin şirkətlə tanış olacağıq, şirkətin ümumi ehtiyacları nəzərə alınacaq, planlar hazırlanacaq və plan üzrə də həmin şirkətlə iş əlaqələri başlayacaq. Gəlin minimaldan bəlkə bir plan quraq, təxmini. Məsələn, necə istəyirsiniz? Məsələn, bizim var, deyək, neçə kvadrat idi? 100 kvadrat olsun. Tamam, 100 100 kvadrat. kvadratlıq bir ofisimiz var. Bəli, Bu 100 kvadratda da bölünüb 4 otaq. Bir dənə də mətbəximiz var. bəli. Xadimə də xanım, biri müdürdür, digəri əməkdaşlar üçündür. Bax, oradan necə, nətəri, necə Belə deyim sizə, dəstək olur bizə? hardasa sizin 100 kvadratlıq və 4 otağınız varsa, bu 4 otaqda da hər otaqda 2 əməkdaş Deyək 2 əməkdaş. nəzərə alsaq, gündəlik biz sizlə danışıqlar zamanı sizin ofisinizdə ümumi xərclərinə baxırıq. Sizin ofisinizdə ümumiyyətlə ay ərzində və yaxud da gün ərzində olaraq istifadə etdiyiniz məhsullara baxırıq. O məhsulları sizinlə bərabər plan çıxardırıq. Belə deyim sizə də, siz bizi seçsəniz, xərclərinizə belə qənaət eləmiş olursunuz. Bəli. Maksimum aşağı xərclə siz öz işinizi həll edirsiniz, həm də məsuliyyəti, bu keyfiyyəti, məsuliyyəti bizim üzərimizə buraxırsınız. Mənim ən burada xidmət olaraq sevdiyim tərəf bilirsiniz nədir? Çünki yaxşılarına uzaq, adətən xadimə xanımlar, adətən də bu xadimə xanımlar şirkətdə hamının çox istədiyi, hamı ilə dil tapan obrazlar olurlar. Yaşına asılı olaraq onlar ya bir ana obrazı, bacı obrazı, Təbii ki. bibi obrazı olur, bibiyə də çay versin, bibi nətərsən, bibi gördün də falan kəsi ya da ortada və onlar daha səmimi olurlar. Amma bu həm də biraz şirkətin idarəsində problem yaradır. Düzdür. Belə görsən lazım olmayan informasiya məhz bibidə olur. Həli. Lazım olan informasiya da bibi vasitəsilə çatdırılır. Tez-tez bu komandanı dəyişmək daxildəki menecmentə bibi təsiri adlı yeni bir korporativ təsir ola bilər. Onun qarşısını alır. Amma demək yaxşılarına uzaq. Düzdür. Həm də siz belə deyim, çox səmimiyyətdən bibi bir gün işə gəlməyə də bilir. Hə. Və Bibi belə ya da görsən işə işini gəlmir. gecikə də bilir. O qədər olub ki, getmişik belə hörmətli izzətli bir şirkətdir. Deyir, üzrlü sahib bibi bu gün icazəlidir, qardaş. Amma bizim xidmətimizdə elə bir şey yoxdur. Hə. Çünki əvəz Bibilər olunma gecikmir, sistemi şey. var. Bəli, bibilər gecikmir, əvəz olunma sistemi var ki, mütəmadi olaraq bizim əlaqəmiz olduğuna görə əvəz olunur. Bizim xüsusi geyimlərimizlə həmin əməkdaşlarımız orada fəaliyyət göstərir. Yəni mütəmadi demək olar ki, şirkət sahibləri stres çəkmir, onlar işlərinə fokuslanırlar. Daha xidməti, işləri bizə buraxırlar. Bu tələbkar müştərilər nəyi tələb edir sizdən, bu kaprizli müştərilər? Təbii ki, onlar çox detaylıdırlar. Yəni bütün detaylara fikir verirlər. Hər məhsul onların gözünü qorxudur ki, məsələn, işlətdiyiniz hər hansı bir məhsul mənim evimə ziyan verə bilərmi? Yəni mən bahalıdır. Ofisdə məncə ikinci, üçüncü adamlar daha çox adam yorur. Belə deyim sizə. Müəllim gəldi. Bəli, xadimə xidmətində belədir ki, Buran xoşlamır. Müəllim bunu belə xoşlamır, ha? Çaylarını, Müəllim də gəlir kofələrini. elə sadə, elə belə şirindir. Düzdür.
Onların məsələn gündəlik xidmətləri var. Bir də sanitar qovşaqların təmizliyinə. Onlar xüsusi tələblərdir, bəli. Olmalıdır məncə. Bəli, təbii ki. Çünki sağlamlıq oradan başlayır. Bu dünyada görürsüz də texnologiya inkişaf edir. Təbii ki. Robotlar da artıq ofisiantların yerlərini alıblar. Hətta otellərdə o otaqlara təqdim olunan Bəli. xidmətləri də İnsan əməyi. Sizcə bu işdə xadimə bibilər robotlara əvəz edəcək yoxsa yox? Məncə hələ bizə biraz var bu əvəz olunma üçün. Biz belə o Amma biz şirin dili xoşlayırıq. Bəli, Robotdan bəli. yola gedə bilmərik biz. təbii ki. Əla. Əziz dostlar, Təmiz Aş şirkətidir. Bu gün haqqında danışdığımız mövzu. Küşvər xanım Quliyeva bizlə birlikdə idi. Təşəkkür edirəm Xoş sizə. oldu. Çox sağ olun. Minnətdaram. Çox xoş oldu fəaliyyətinizi görmək, haqqınızda danışırdıq efirdə, amma bu gün də tam ətraflı, detallı danışdıq. Mən nəzərinizə çatdırım ki, həftə içi 5 gün yayımlanır verilişimiz və belə halda bizim proqramımıza müxtəlif sahəli insanlar gəlirlər. Təşəkkürlər Küşvər Xoşdur xanım. bizim üçün. Çox sağ var olun. olun. Təşəkkür Çox xoş edirəm. oldu sizi görmək. Mənim üçün çox xoşdur. Növbəti proqramlarda görüşərik. İnşallah. Çox sağ olun. Mən isə hər efirdə olduğu kimi əziz xanımlar və cənablar, bugünkü efirimizdə də sizə